ayında Gürcüstana planlaşdırılan ABŞ nümayəndə heyətinin səfəri və tərəflər arasında kommunikasiyanın aktivləşməsi imkanları siyasi qiymətləndirmələrin əsas mövzusudur. Gürcü arzusunda bildirirlər ki, ABŞ ilə münasibətlərin yenidən qurulması prosesi artıq başlayıb. Onlar baş nazir ilə dövlət katibi arasında baş tutmuş telefon danışığına xüsusi diqqət çəkirlər. Müxalifətin bir hissəsi isə qeyd edir ki, apreldə nəzərdə tutulan səfər zamanı onlar da Amerika tərəfi ilə müzakirələrdə fəal iştirak edəcəklər. Xatırladaq ki, hakim komandanın məlumatına görə ABŞ apreldə Tbilisiyə Gürcüstanda gedən prosesləri dərindən araşdıracaq bir qrup göndərməyi planlaşdırır. Yaxın Şərqdə vəziyyət yenidən gərgin olaraq qalır. İsrail müdafiə qüvvələri bildirir ki, onlar növbəti hücum dalğasını başa çatdırıblar. Hədəf Tehranda İran rejiminin infrastruktur obyektləri olub. Nəticədə 15 nəfər həlak olub. İran dövlət mediası da xəbər verir ki, paytaxt Tehrana edilən hücum nəticəsində 6 uşaq həyatını itirib. BBC yazır ki, bazar günü İsrailin Livana endirdiyi zərbələr nəticəsində 15 nəfər ölüb, 39 nəfər yaralanıb. İsrailin Hayfa şəhərində isə İranın ballistik raketinin düşdüyü ərazidə dağıntılar altında 2 nəfərin cəsədi çıxarılıb. Birləşmiş Ərəb Əmirlikləri və Küveyt bildiriblər ki, ötən gecə onların hava hücumundan müdafiə sistemləri İranın hücumunun qarşısını alıb. Donald Trump İrana müraciət edərək gəmilərin Hörmüz boğazından keçdiyinə icazə verməsini tələb edib. Bunun üçün İran çərşənbə axşamına qədər vaxt verilib. Əks halda ölkənin elektrik stansiyaları və körpülərinə zərbələr endiriləcəyi bildirilib. ABŞ prezidenti ABC News-a telefon müsahibəsində deyib ki, İran hakimiyyəti ilə razılaşmanı bir neçə həftə deyil, ən yaxın günlərdə bağlamaq istəyir. Trump həmçinin İrana quru qoşunlarının göndərilməsini də istisna etməyib. Tehrana sülh razılaşması üçün əlavə vaxt veriləcəkmi sualına cavabında o bildirib ki, onların razılıq əldə etmək üçün kifayət qədər vaxtı var. Macarıstan mövcud olan bütün böhranların öhdəsindən gəlib. Bunu baş nazir Viktor Orban bəyan edib və vurğulayıb ki, Avropa hazırda böyük çağırış qarşısındadır. Çünki enerji resursları olmadan iqtisadiyyat işləyə bilməz. O hesab edir ki, Avropa İttifaqı enerji resurslarını mümkün olan hər yerdən qəbul etməlidir. Orbanın sözlərinə görə enerji olmadan iqtisadiyyat olmayacaq. İşlək iqtisadiyyat olmadan isə hər şey risk altındadır. Vaxtıdır ki, prioritetlərimizi düzgün müəyyənləşdirək. Ukrayna prezidenti Vladimir Zelenski Suriyalı həmkarı ilə görüşdən sonra sosial şəbəkədə paylaşım edərək bildirib ki, tərəflər cəmiyyətləri üçün daha çox təhlükəsizlik və inkişaf imkanları yaratmaq məqsədi ilə birgə işləmək barədə razılığa gəliblər. Zelenskinin sözlərinə görə Ukrayna Suriya ilə ərzaq tədarükü məsələləri üzrə əməkdaşlığı gücləndirməyə hazırdır. Paralel olaraq Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna və Suriya, Kiyev və Dəməşqdə səfirliklərin fəaliyyətini yaxın zamanda bərpa etmək barədə razılığa gəliblər. Bangladeşdə qızılca epidemiyası səbəbindən 1 milyondan çox uşaq üçün təcili peyvənd kampaniyasına başlanılıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə qızılcadan ölüm 17 halı artıq təsdiqlənib. Lakin bəzi mənbələrə görə ölənlərin sayı 113 nəfərə çatır. Hazırda ölkə üzrə 7500-dən çox qızılca halı qeydə alınıb. Reutersin məlumatına əsasən peyvənd kampaniyasına UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı da cəlb olunub. Dünyasını dəyişmiş müəllim Giga Avalyaninin işi üzrə saxlanılan 3 yaşlı Aleksandr Qabaşvili, Georgi Rixadze və Demetri Çikovani məhkəmə tərəfindən təqsirli bilinib. Cəzanın ölçüsü 8 aprel tarixində açıqlanacaq. Onlar irəli sürülən hər 3 maddə üzrə günahkar sayılıblar. İstintaq onları qrup halında qəsdən sağlamlığa ağır zərər vurmaqda, nəticədə ölümə səbəb olmaqda, həmçinin qrup zorakılığının təşkilində və iştirakında ittiham edib. Tbilisidə qrup halında qəsdən sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə 5 nəfər saxlanılıb. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər mübahisə zəminində 2 nəfərə qrup şəklində fiziki hücum ediblər. Onlardan birinə iti alətlə bədən xəsarətləri yetirilib, daha sonra hadisə yerindən qaçıblar. Cinayətdə iştirak edən 5 nəfərin hamısı isti izlərlə tutulub. Cinayətə görə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Yaşayış evləri simvolik qiymətlə 1 lar ya daha 30 ailənin adına rəsmiləşdirilib. Uzun illər yaşayış sahələrinin leqallaşdırılması problemi ilə üzləşən vətəndaşlara sənədlər rəsmi şəkildə təqdim olunacaq. Tbilisinin 10 rayonunda yaşayan sakinlərə mülkiyyət hüququnu təsdiqləyən sənədləri paytaxt meri təqdim edib. Proqram çərçivəsində bu mərhələdə 3150-yə yaxın ailə təmin olunub. Kommunikasiyalar Komissiyasının sədri Samegrelo Zemosvaneti üzrə dövlət nümayəndəsi və region bələdiyyələrinin merləri ilə görüşüb. Əsas mövzu internetləşdirmə üzrə dövlət proqramı və rəqəmsal infrastrukturun inkişafı olub. Həmçinin regionda mobil və sabit rabitə ilə bağlı mövcud çətinliklər müzakirə edilib. Tərəflər sıx əməkdaşlıq barədə razılığa gəliblər.